Açıq olsun da. Sadə geçmiş de şeker. Neden? Hiç yani yok. Kendiniz sakanlıklarla kimse. Hoş geldin. Necəsiz? Yalan, ne Çok mehriban kız değil ama. Ama mehriban kızdır. Açıq olsun, evində mən üçün ayrıcalıdır, kəndə gəldirsin yanında. Tez get, gəl. Bilmirəm da, biri mən çoxu, biri sən çoxu. Gün ayrı. Bir tane kəti qoy onun qabağına, notu qoysun. Burada çay satan qız var. Mənə gəlib öpdü, çay gətirib. Şəqalatla. Sağ olsun. Dedim mənə ayrı, Ceylan xanım ayrı. Mən şəqalatla, ona qəllə kəndi. Şöyle şeydi, baxın. Deyirəm onu bilmirəm. Ondan deyə bilmərəm, atılacaq deyim. Amma mən Ceylan anaya görə olan hamısını çox istəyirəm, doktor edirəm. Ceylan anaya bax. Bax, ona da işitib deyirəm. Sən başqa fırlansınlar. Bahalı gəlin, bahalı. Bir dənə o qız var, dediyim qız. Ceylan üçün nə qədər danışır, nə qədər danışır, nə qədər danışır. Nə qədər danışır. Sağ ol, çox inanam. Nə qədər danışır, nə qədər danışır. Ancaq baldızın görsənmir, nətərdir? Yaxşıdır. Onlar canlıya girmirlər. Niyə susturdun? Yaşqa. Susturma, az. Bahalı gəlin, sağ olun. Siz getdiniz zaten. Bir də bir bahalı gəlin sözünü demək. Söyləmək. Hörmətsizlik olur. Şirində o biraz kodlansın da başıma düşdü. Merhaba. Ekran tıklayın dostlar. Tıxatdım səni, Kənan abi. Biraz söz yazmayın, ekran tıklayın dostlar. Bir de otur. Çok biri gelmişti. O bir tane, o değil bir tane şey. Bütün arkadaşı Ağdon'un mayının toyunda alacaq götürəcək. 6 yıl, 7 yıl, 5 yıl işleyen kızlar var idi. O bir tane kanıtıp Allah onun belasını versin, Allah onun başını özüne qatsın ki, hiç belə oturup canını istemeye belə halı vəziyyət olmasın. O gəldi mənim kızlarımın başını pişirdi, sülənci idi. Yığdı hamısını apardı. Aslan gətirdi. Ben müşterim kazanır. Yoxsa çiftçilərin Hangi zaman akşam evde temizlik sana benim səhifəni ver. Ben ömrəsin bir atım ona səhifəni. Ona deyən ki, akşam zəngiləsin ömrəmi ver. Ay, salona gəlmək istəyirəm, İşvik qəsəbəsində yerləşir. Lalə salonu, Aygün Aslan adından gələnlərə indirim olacaq. Hayır, o şey, tünele bir çok. Batkan neçə eləyirlər? Elma deyil, hoş gəldin. Batkan neçə eləyirlər? Ukladka yəqin ki, uzun qısalığa baxır da neçədir qiymətləri? Bəli, uzun ukladkalarımız 10 manatdır, qısalar 5 manatdır. 5-6. Yaxşıdır. Yox, belədirsə, uzun saçlar 15 manat, qısa saçlar 10 manat. Abi bənçisin, getdin əzi yadımdan. Aygün Aslanla gələnlərə indirimdir. O qabağa indi baş vermə, sən tərpət deməyənə qədər də xahiş edirəm, özü tərpət. Sağ ol abi. Bəyəm abi, hoş gəldin. Bu əşyaları da bu mənim salon üçün şeylərdir. Bunları gələndə işçi özü gətirir. İşçi bölükür, hamısını aparır. Ona görə gələ işçi gəlsin ki, özü ilə... Ekran beğeney arkadaşlar. Onda da 0, məndə də 0. İlk hədiyəmiz 2'ye vurulur. Ay mənim efrimdə olan moderatorlarım, ekranı tıklatdırın. Önünüzə gələni bloka atmayın, heç kimi bloka atmayın, moderatorlar. Heç kimi bloka atmayın. Açıq söyüş yazmırlarsa bloka atmayın heç kimi. Xahiş edirəm. Biz açılır lap yaxşı, sənə yaxşı Ya nə qədər adam gedib səssizdə, eləməyin belə. Açıq söyüş yazılmış. Ay anı, neyinirsən? Laf bu da var. Az neyiniyəsən? Heç yox. Qayda da var. Var olsan olur sənə nə, olmasa sənə nə. Neyinirsən ha, neyinirsən? Bu nə maraqdır sizdə? Həç olsun, Allah qismət eləsin olsun. Ona ondan soruşmaq düzgün deyil, axı onun yoxudur. Bir düşüncəniz olsun da.
Allah eləsin. Dillər də var ya. Verenler onların cümle kalmışım. Böyle bizden ne çaldın? Şeyinden verdim dedi o GDR'ci orada pul verdiler. O bir de gördüm daha İnşallah Allah hamıya qismət eləsin. Oy, heç kimə bax da bilmirəm. Salam bizə təmənnasızdır. Nə qədər baxalım sizi. Başa düşdük. Yeni gələnlər xoş gəlmisiniz. Uduzuram mən çox. Sən niyə uduzuram? Ekran tıklayın da heç olmasa. Mən çobut qız deyiləm valla. Əsla çobut deyiləm. Sadəcə düşüncəli insanım. Xeyr, sən Ceyranın kopyasısan. Dayanmır ha, gülü batır. Bir dəqiqə dayanmır. Sən adam deyilsən, özünü adam hesab eləmirsən. Az pis yazanlara fikir verin. Hoş geldiniz, hoş geldiniz. Sən özünü adam hesab eləmirsənsə işlə. O birlər adamdır. Qalan 13 nəfər adamdır. Elə oldu. Acilin tanekini ayrı. Sən olar göstərmək. Yalanlar. Bir çön. Bunun kompleksi yok. Yox, sən yox, anlatma. Herkese salam, kanalımıza ve yeni videomuza hoş geldiniz. Bizimle Sən verilişinin iştirakçıları Aygün xanım ve Ceyran xanım birlikte Lalənin salonunda olublar. Onlar orada olarkən canlı açıblar. Həmin görüntüləri sizlərə təqdim edirik. Siz də videomuzu bəyənməyi unutmayın.